səhifə 69, 20. Bromlu sular etilenin buraxdığı etilenin molekülü hansı rabitə qırılır? Etilenin bromlu suyla reaksiyasını yazırsan. Ne alır burada? Hə, deməli, rabitələr qırılır. Bəli. Yəni, CH2 brom, CH2 brom. Yəni, burada hansı rabitə qırılır? Bir rabitə. Bir rabitəsi nədir? Qeyri-polyar, polyar, kovalent rabitə. Qeyri-polyar, kovalent rabitə deməli qırılır. Yəni, burada ancaq hansı oldu? 2. Qeyri-polyar, kovalent rabitə. Yalnız 2'dir, D bəndidir. 66, səhifə 73. Yaz, bir yazaq. A. Fosfit turşusu. Fosfit turşusu iç əsaslı turşudur. İç əsaslı turşudur. İç əsaslı turşudur. Bunun quruluşu da necə çəkirik? HO, HO, belə. Fosfor 5 valentlidir. Burada deməli kovalent rabitənin sayı nə qədər deyir? Neçə kovalent rabitə var? 7, hə? 7 kovalent rabitə var. B. Kalyum HSO4. Burada neçə kovalent rabitə var uşaqlar? Bəli. 7. Düzdür. 7 kovalent rabitə var. Yaxşı. C-də. Hə, ammonium kloriddə. Bəs burada neçə kovalent rabitə var? NH4'də. Bəli. 4. 4 kovalent rabitə var. D-də. Karbon lazımda. Neçə kovalent rabitə var? O da 4 kovalent rabitə var. Bəs kalium sulfatda neçə kovalent rabitə var? 6. Burada qeyri-metala görə deyirik. 6 kovalent rabitə var. 1, 6 deyir. Yəni, hansını götürürük? G. 2, 7 deyir. Hansını götürürük? A, B. 3, 4 deyir. Hansını götürürük? C və D. Yaxşı. 68. Suda. Quruluşu belədir. Təbii ki. Hidrogen peroksiddə. Quruluşu belədir. A. Molekulunda 2 polyar kovalent rabitə var. Hansına uyğun gəlir? Molekul. Hər ikisinə uyğun gəlir. Bəli, A, burada 2'ye düşür. Molekulunda bir qeyri-polyar kovalent rabitə var. Burada da qeyri-polyar kovalent rabitə. Deməli, bura B düşür. Molekul arası hidrogen rabitəsi var. Hər ikisində vardır. Yaxşı, bu da C olsun. Oksigen sinfinə aiddir, sudur. Deməli, bu D olsun. Hidrogen yanma məhsuludur. Yenə su yananda Y bura olsun. Bildiniz, 1DY, 2AC, 3 nədir? B olacaqdır. 40.
Deməli burada bunu biraz da böyüdək. Deyək ki, qoy daha aydın görsənsin. Deməli, burada bu hansı bir tərəcəkdir? 4 dənə hibrid orbital var. SP3. Bu SP3'tür. Burada neçə hibrid orbital var? 3 dənə. Bu SP2'dir. Burada isə 2 hibrid orbital var. Bu isə nədir? SP'dir. Hə. İndi ikinci, üçüncü karbon. Nömrələsək. Birinci karbon budur. İkinci karbon budur. Üçüncü karbon deməli budur. Düzdür? Hə. Birinci karbon hansı bir tərəcəkdədir? SP2. İkinci karbon SP2. Üçüncü karbon SP3. Böyle. İndi belə çıxır ki, ikinci karbon SP2'dir. Ona uygun olan hansıdır? B'dir də. Yaxşı. Üçüncü karbon SP3'dür. Ona uygun hansı olacaqdır? SP3. A'dır. Yəni belə. Yazsıram. 56. Karbon atomları arasında sigma rabitələrin sayı N olan alkan molekulunda neçə? Hidrogen. Məsələn, belə sual olarsa, formul nə yazarıq? Məsələn, karbon 2S, H, 2S plus 2 deyək. Hə, indi burada karbon arasında sigma rabitəsinin sayı əgər N'dirsə, yəni burada karbon sayı nə qədərdir? X'dir. Karbon arasında sigma rabitəsinin sayı nə olacaq dedik? X çıx 1 bərabərdir N. X bərabərdir N plus nə olacaq dedik? 1. N plus 1. Hə. N plus 1'dir. Neçə hidrogen atomu var? Yəni hidrogen atomu sayı da 2x plus 2'dir. Onun yerinə N plus 1. Eləmi? Hə. Deməli, nə yazıq? 2 N plus 1 plus 2. Yəni 2N plus neçə deyirik? 4. 2N plus 4. Cavab nədir? Y bəndidir. Deməli 88. Ən sayda karbon atomu olan alkin molekulunda rabitənin əmələ gəlməsində neçə orbital iştirak edir? Baxaq, 88. Bir karbonda neçə orbital olur uşaqlar? 4 orbital. Bir hidrogende də 1 orbital deyirik. Hə. Və burada deyir ki, nədir? Alkin molekulunda karbon sayı N olarsa CN, H, 2N, çıx 2 alkində. Cəm neçə orbital olacaqdır? Yaxşı, ümumi orbitalların sayı nə qədər olacaqdır? Hə, nə qədər olacaq uşaqlar? 4 N, hə? Hidrogen də 2N, çıx 2. Neçə olacaq dedik? 6N, çıx 2. Ümumi orbitalların sayı 6N, çıx 2 olur. Y bəndi. 92. Divinin molekulunda kimyəvi rabitənin yaranmasında nədir? Cəmi neçə orbital iştirak edir? Deməli, yenə divinin molekulun formunu yazırıq. Hə.
Deyir ki, yenə deyir ki, karbonda 4 orbital vardır. Hidrojeni 1. Divini. Yazıq divinin formulu CH2, CH, CH və CH2. Kimyəvi rabitənin yaranmasında neçə orbital iştirak edir? Məsələn, ümumi karbon neçədir? 4, hə? Neçə hidrojen var? 6. Yaxşı, ümumi orbitalların sayı nə qədərdir? Kimyəvi rabitənin yaranmasında neçə orbital iştirak edir? Ümumi orbitalların sayı nə qədərdir deyək? Hə, ümumi orbitalların sayını soruşsa, yəni kimyəvi rabitənin yaranmasında iştirak edən ümumi orbitalların sayı. Nə qədər uşaqlar? 4 vur 4, hə? Üstəcəl neçə? 6. Elədir. O da neçə olacaqdır? 22. Cavab D variantıdır. 104 kitabda onun sonra veribdir alkenlərdə qeyri-hibrid orbitalların sayı. Məsələn, kitabda dedik, neftin emalından sonra cədvəl var, məsələn, bəli. Alkenlərdə bilirsiniz ki, bir dənə pir rabitə var. Bir dənə pir rabitə var. Yaxud 2 karbon sp2 hibrid vəziyyətində. 2 karbon sp2 hibrid vəziyyətdəsə 2 qeyri-hibrid orbitalı buradadır. Elədirmi? Bir də nəyə götürürük uşaqlar? Hidrogenlərin sayı. 2 də hidrogen var. Yəni 2 də buradan gəldi. Onda deyir ki, hibridləşməmiş, yəni qeyri-hibrid orbitalların sayı. Nə qədər uşaqlar deyirik? 2 üstəcəl nədir? 2. Bəli. Cavab nədir? D bəndidir. 106. Çatamlı splitin formunu necə yazacaq? Sen, HCN, OH2. İki atomlu splitlər alfa-tipdir, yəni alfa-tip, açıq qoluşlar. İndi bunun da deməli neçə sigma rabitəsi vardır? İki atomlu split. Hə, nə yazır formul? Sen, HCN, OH2. Deməli, ümumi atomların sayı nə qədərdir? Ümumi atom sayı. Nə qədər uşaqlar? 2N, 3N, üstəcəl 4. Bəs sigma rabitəsi? 3N, üstəcəl neçə? 3. Bir vahid az olur. Ümumi atomların sayına bir vahid az olur. Hə, cavab A bəndidir. Alfa-tip bilhədə açıq quruluşlara aid. Bəli, cavab burada var yəni. 120. Deməli, amonyak hidrogenin kütləsi. Hər üçündə hidrogenin kütləsi A qram veribdir. Eyni kütlədir. Hibrid orbitalların sayı. Amonyak NH3. Burada nədir? sp3 hibrid vəziyyətindədir. Yəni, sp3 hibrid orbitalında neçə hibrid orbitalı vardır? 4 dənə. 4 dənə hibrid orbitalı olarsa, hidrogenin kütləsi neçə qram olur? 3 qram olur deyək. Yaxşı. Məsələn, ya siz ortaq götürək, ya da elə aynen yazaq kesin. Ortaq götürək. Məsələn, etanda C2H6. Deməli, burada yenə sp3'dür. Hə? Karbonlar neçə hibrid orbital olur belə də? 8. Hə. 8 hibrid orbitalı hidrogenin kütləsi. Neçə qram olur uşaqlar? 6 qram. Düzdür? 6 qram. Yaxşı. Sonra məsələn, metan. CH4. Burada da karbon sp3 hibrid vəziyyətdədir. Hidrogenin kütləsi. İndi burada hibrid orbital nə qədər olur? 4. 4 hibrid orbitalı hidrogen kütləsi isə nədir? 4 qramdır. Uşaqlar, hidrogenin kütləsi A qram hidrogen olur. Nə götürərik? Məsələn, birində 3'dür, birində 6'dır, birində 4'dür. Hə?
12 götürsə, çox deyək ki, 12 qram götürsək, hər birini 12 qram götürsək, bu olacaq M1. M1 nə qədər olacaqdır? Hə, 16. 16. Sonra 12 qram götürsək, bu N2 nə olacaq deyirik? 16. Bu da 16. Bunu da 12 qram götürsək, bu da nə olacaq deyirik? 12. Yəni N3 olacaq E12. Yaxşı. Hə, indi deməli, hə, M1 N2-yə bərabərdir. Böyükdür nədə? N3-də. Yaxşı, deməli 128. Deməli, alkin molekulunda qeyri-polyar kovalent rabitənin sayı. Alkin su ilə reaksiyasına alınan maddədə molekulunda qeyri-polyar rabitənin sayı. Qeyri-polyar rabitənin sayını soruşur. Məsələn, bir alkin deyək. Alkin, məsələn, asetlen. Hə? Asetlen deyək. Burada neçə dənə qeyri-polyar rabitə vardır? Nə qədər qeyri-polyar kovalent rabitə var? 3 dənə. Düzdür? Bunun su ilə reaksiyasında nə alınır deməli? CH3, COH, aldehid deyək. Burada nə qədər qeyri-polyar kovalent rabitə var? Bir dənə. Düzdür? Bir dənə qeyri-polyar kovalent rabitə var. İndi burada nə deyirik? Bu A-dırsa, onda bu nə olacaq deyirik? Açıq 2 olacaq. Yəni ikisinin qiyməti açıq 2. Bəndidir. Deməli, belə deyil uşaqlar. Alfatik karbohidrogen. Burada bir rabitəsinin sayı deyil. Deməli, alfatik ya alkan ola bilər, alkin ola bilər, alkadin ola bilər, alkin ola bilər. Biz deməli, eləsi seçməliyik ki, bir rabitəsi olsun, fərq yoxdur. Yoldaşınız deyir ki, məsələn, mən alkin götürdüm. Yaxşı, bəlkə alkadin ola bilər, bəlkə alkin ola bilər. Ola bilər, niyə olmasın ki? Məsələn, deyir ki, alkin götürsək. Deməli, alfatik karbohidrogen. Məsələn, mən deyirəm ki, mən alkin götürdüm. Alkin götürdümsə, CnH2 çıx 2 deyirik. Yaxşı. İndi belə deyək. Burada hidrogen atomlarının sayı. Hidrogen atomlarının sayı 2 çıx 2'dir. Təbii ki, buradan görürük. Və biz buna A deyirik. Məsələn, pi rabitəsinin iştirak edən qeyri-hibrid. Qeyri-hibrid orbitalların rabitənin əmələ gəlməsində iştirak edən qeyri-hibrid. Qeyri-hibrid orbitalların sayı nə qədərdir? Ümumi alfatiklərdə biz nə demişdik? Qeyri-hibrid orbitalların sayı nə qədər olur uşaqlar deyirik? Hamısında nə olur alfatiklər? Hamısında qeyri-hibrid orbitalların sayı nə qədər olur biz demişdik? 2n üstəgəl 2 olur. Və bu B'dir. Bu B'dir. Pi rabitəsinin sayı da deməli alkin götürmüş isə 2 dənə olacaq. 2 dənə. Yəni bu da nədir? C olacaqdır. Onda deməli əgər 2 pi rabitəsidirsə 2 nəyə bərabərdir deyək ki? Bəli. Nəyə bərabər olacaq? Məsələn, C nəyə bərabər olacaq deyək ki? Məsələn, B çıx A deyə bilək, düzdürmü? B çıx A bölünsün 2 deyərək. Çünki B, yəni 2n plus 2 çıx 2n minus 2 deyərək bölünsün 2. Yəni, cavab 2 alınır. Yəni, bu cür. Nə oldu cavab? C variantı. 138'e baxaq. Burada veribdir amonyak və su. Hibrid orbitalların sayı, məsələn, birində A, birində C.
Rabitənin yaranmasında iştirak edən hibrid orbitalların sayına bax. Amonyak. Deməli, amonyakda azot SPH hibrid vəziyyətdədir. Quruluşuna da baxsaq, yəni bu cürdür. 3 dənə sigma rabitəsi əmələ gətirir. Hibrid orbitalların sayı. Nə qədər deyirik hibrid orbitalların sayı? SPH-də neçə hibrid orbitalı var deyirik? 4. 4 dənə hibrid orbitalı vardır. Yəni bu A-dır deyirik. Bu A-dır. Və rabitənin yaranmasında iştirak edən hibrid orbitalların sayı. Rabitənin yaranmasında iştirak edən hibrid orbitalların sayı. Yəni, rabitə azotun, məsələn, 4 dənə hibrid orbitalı var. Onun üçü rabitə yaradır, sigma rabitə yaradır. Üçü nə qədər yaradır? Sigma. Yəni, biz burada sigma rabitənin sayına baxacaq. Sigma rabitəsi. Yəni, burada sigma rabitəsi 3 dənədir. Bu olacaq B. Bəli? Eşmirəm. Orbital o boş qalır, o heç. O boş qalır. Sonra məsələn, suda. Yəni orbital boş qalır. Amonyakda, azotda bax belədir əslində. İstəyirsiniz çəkə bilərəm. Bu şəkildə olur. Məsələn, mən bunu sərqaz çıx. O qədər sərqaz çıxmadı. Demək, üçü hidrogenlə birləşir. Kim çatdı? Hibrid orbitalların biri boş qalır. Yəni, hamısı sərf olunmur. Sigma rabitənin yaranmasında. Amonyakda bu cürdür. Və suda. Suda deməli hibrid orbitalları, yəni oksigen SPH hibrid vəziyyətləri neçə hibrid orbital vardır deyirik? 4. Yəni bu C-dir. Amma bunun neçə sigma rabitəsi əmələ gətirir? İkisi. İkisi sigma rabitəsi əmələ gətirir. Deməli, bu da 2-dir, D-dir. Hə. İndi burada hansı münasibət doğrudur? Baxaq görək, hansı münasibət doğrudur? A nədir? C bərabərdir. 1 doğrudur. Hə? 1 doğrudur. Sonra nədir? Bir də hansı doğrudur? 4 doğrudur. 1 doğrudur. A, C bərabərdir. 4 doğrudur. Hə? 4 də nədir? B, D-dən böyükdür. Yaxşı. Hə, sonra başqa hansı doğrudur? 6 mı? 6 nədir? C nədən böyükdür? D-dən böyükdür. C, D-dən böyükdür. Deməli, 1, 4 və 6. 138. 150 şallar. Kimyəvi rabitənin yaranmasında iştirak edən S orbitalları sayı, pi rabitənin yaranmasında iştirak edən P orbitalların sayını 2 dəfə çox olan kumulo edilmiş alkadiyen dedik. Kumulo edilmiş alkadiyen nə demək yəni uşaqlar? Yanaşı gəlir. Yəni sen H-gəl çıx 2 dedik. Hə. Deməli, burada neçə pi rabitə var dedik uşaqlar? 2 pi rabitə var. Hər pi rabitədə neçə pi orbital var? 2 dənədir və 4 pi orbital olacaq. Burada 4 pi orbital olacaq. Sonra isə S orbital deyəndə hidrogenlərin sayı götürürük. Yəni hidrogenlərin sayı S orbitalı. Bu da 2-nin çıx nədir? 2-dir deyirik. Hə. Və burada 2 dəfə çox olar. Yəni nə deyir inşallah? S orbitalların sayı pi-dən 2 dəfə çox. Yəni 2-nin çıx 2 bölünsün 4 bərabərdir. Neçədir? 2-dir. En bərabər neçə olur uşaqlar? Bəli? 5 yaş. Formun nə olacaq deyirik?
C5H8. İndi formulu yazın, kumul edilmiş alkal diye. Ne yazdık kumul edilmiş alkalın formulu? CH2, 2 qat artı C, CH, CH2, CH3. Yaş, burada S1 çibi oturulan sayı. Deməli, 1, salam. 2. S1 çibrit vəziyyətdə olan karbonların sayı. Bəli, 2 karbon S1 çibrit vəziyyətdədir. Yəni, cavab 2-dir. Yaş, kristal qəfəsinin tiplərindən 18-ci sual. Oksigen. Oksigen. Qeyri-polyar kovalent rabitənin sayı. Oksigen əmiri də təbii ki 32. Deməli, görür ki, 32 qramında qeyri-polyar kovalent rabitə. Nə qədərdir burada? 2 dənədir. Və en sayda olarsa, bunun da kütləsi x olacaq deyirik. X nəyə bərabərdir? Bəli? 16-ya. Yaxşı, belə. Sonra, məsələn, ağ fosfor. Ağ fosfor, yəni P4. Bəs burada nə qədər qeyri-polyar kovalent rabitə var? Nə qədərdir uşaqlar? 6. Qeyri-polyar kovalent rabitə. İndi P4'ün də emir neçədir? Bəli. %120 neçə? 4. Yaxşı. İndi bunun 124 qramında neçə qeyri-polyar kovalent rabitə var? 6. Yaxşı. Deməli, burada 24 N deyilsə, onda bunun kütləsi nə qədər olacaq deyək. Y nəyə bərabər olur? $496N, hə? Düzdür? 496N. Elədir inşallah. Hə. İndi Y-in X olan nisbəti nəyə bərabərdir? Y bölünsün X nəyə bərabərdir? 496N bölünsün nəyə aşağılar? 16N. O da nə olacaq deyirik? Bəli? 31. Yaxşı. Cavab 31, hə? Yaxşı. Rabitə bölməsində CF88-də neçə? 54. 1 mol. Məsələn, metal 48 qram küt birləşdirir. Sulfitdən metalın oksidaşma dərəcəsini hesablayın. Yaxşı. Əldir. Deməli, kürdün ayrı 32. Kürt də nə deyir? 48 qram deyir. Məsələn, neçə mol kürt deyək? Məsələn, 48, 32. 1,5. 1,5 mol. Yaxşı, 1 mol metal. 2. Kürt də bu 1 moldur. Bu da 1,5 moldur. İndi hansı nisbətdə olacaq formula? 2-nin 3-ə. Deməli, 2-nin 3-ə nisbət. Yəni, x2, s3.
Onda S mənfidirsə, X neçə olacaq oxtlaşma dərəcəsi? Müsbət neçə? 3 olacaq. Yaxşı. Müsbət 3 olacaq. Deməli, hansı oldu burada cavab? C variantı. 54-də C variantı. Yaxşı. 55-ə də 60-cı sual. Hansı halda karbon atomunun oxtlaşma dərəcəsi 0-a bərabərdir? Hansı halda? Məsələn, burada cədvəl veribdir və ona əsasən deyək ki, yazacaq. Məsələn, belə bir verib 2 karbon elə formu yazar ki, yaxşı. Hidrogen müsbətdir. Yaxşı, onu bildir. Birinci. 2 hidrogen verir. Y xlor. Deməli, xlor verir. Hidrogen müsbət yönlü, xlorda mənfi yönlü. Yerinə qoysa, məsələn, hidrogen və xlor. Mənfi, müsbət. Burada karbon neçə olur deməli? Mənfi neçə? 2. Mənfi 2 olur. Deməli, 1 səhvdir. Yəni 0 olmalıdır. İkinci. 2 xlor. Y hidrogen. Yerinə yazsa, xlor, karbon, hidrogen, xlor və hidrogen. Onda karbon neçə olar oxtlaşma dərəcəsi? 0. Demək, ikinci olar. Üçüncünə baxaq. Yaxşı. YOH. Hə? Yerinə yazaq. Hidrogen, karbon, hidrogen və OH. OH mənfi, müsbət. Onda karbon neçə olar? Mənfi 2. Deməli, bu da deyil. Dördüncü. Bəs dördüncü necə? Metil radikal uşaqlar, hə? Hə. Deməli, yazır. CH. Bu radikaldır. Müsbət. Deməli, mənfi 3. Mənfi 3. Deməli, bu da olmaz. Yalnız burada nədir? 2-dir. D bəndidir. 74. Hansı mərhələ və mərhələlərdə azotun oxtlaşma dərəcəsi dəyişmir? O, azotun oxtlaşma dərəcəsi dəyişmir. Bir-bir reaksiyalar tənliklərini yazmaq lazımdır. Baxaq bir-bir uşaqlar. 74. Birinci. Amonyak oksigen ilə katalizat olur. Hə, nə alır burada deyirik? NO və su. Azotun oxtlaşma dərəcəsi dəyişirmi, dəyişmirmi? Dəyişir. Yəni, azot mənfi 3-dən müsbət 2-yə gəlir. Dəyişir. Bu da dəyişir. Yaxşı. Bizə lazımdır ki, dəyişməsin. Biri götürülür. İkinci, deməli bu ikinci 2, yəni 2, daha doğrusu 1. 2-1 NO-dur. Hə, NO oksigenlə reaksiya daxil olur. Nədir? NO2. Azotun oxtlaşma dərəcəsi dəyişirmi? Dəyişmir. Dəyişir. Bəli, bu da müsbət 2-dən nədir? Müsbət 4-ə gəlir. Yəni, bu da olmaz. Sonra, məsələn, 2-2. Üçüncü, 2-2 NO2-dir. Hə, NO2, oksigen və su.
Burada nə anlar deyirik? Nitrat turşusu. HNO3. Burada azotun oksidaşma dərəcəsi dəyişirmi? Dəyişmirmi? Dəyişir. Bəli. Yəni, müsbət 4-dən müsbət 5-ə keçir. Bu da dəyişdi. Dördüncü. İkisi 3. Yəni, nitrat turşusu. Nitrat turşusu mis-2 oksidlə reaksiyasından nə alınır deyirik? Mis-2 nitrat alınır. Mis-2 nitrat və su. Burada azotun oksidaşma dərəcəsi dəyişirmi? Dəyişmir. Dəyişmir. Bəli. Çünki müsbət 5-dir. Yenə nədir uşaqlar? Müsbət 5-dir. Yəni, dördüncündə dəyişmir. 4-ü götürək. Yalnız 4-dür burada. Yalnız 4 hansındadır? A variantındadır. Bəli. 75. Burada deyir ki, hansı mərhələlərdə azotun həm oksidaşma dərəcəsi, həm də valentliyi dəyişmir. Yəni, nə oksidaşma dərəcəsi, nə də valentliyi dəyişmir. Bir reaksiyalara baxmaq lazımdır. Məsələn, birinci tənlik. Amonyak, üstəgəl H-xlor. Nə alınır burada? NH4 xlor. Burada azotun oksidaşma dərəcəsi -3. Valentliyi də nədir? 3-dür. Burada valentliyi, oksidaşma dərəcəsi -3-dür. Valentliyi isə nədir? 4. Burada oksidaşma dərəcəsi dəyişmir, amma valentliyi dəyişir. Bizə deyir ki, hər ikisi dəyişməsin. Bunu götürmürük. İkinci də elə bunun təsinəsidir. Yəni, amonium kloridin parçalanmasıdır. Nə alınır burada deyirik? Amonyak, bir də H-xlor deyirik. Burada da eyni qaydada da eyni şeydir. Eyni təkrardır. Eyni. Belə. Yaxşı, bu da olmaz. Üçüncü isə nədir? Amonium klorid, üstəgəl, qurğuşun 2 nitrat. Burada isə nə alınır uşaqlar deyirik? Qurğuşun klorid və amonium nitrat. Amonium nitrat. Hə, burada bəs necə? Məsələn, burada da yəni valentliyi azot -3-dür, oksidaşma -3-dür, valentliyi 4-dür. Oksidaşma dərəcəsi müsbət 5-dir, valentliyi 4-dür. Yəni, burada NH4 yerində qalır, NOH da yerində qalır, düzdürmü? Yəni, burada dəyişən nə oksidaşma dərəcəsi, nə də valentliyi nədir? Dəyişmir. Yəni, burada cavab 3-dür. 3-dür. Bu da hansı olacaqdır? Yalnız 3. Y bəndidir uşaqlar. 76. Mol nisbətləri veribdir. Birin bilə. Deyək, qarşılıqda oksigen atomlarının sayı bütün atomların sayından 3 dəfə azdır. Oksigen atomların sayı bütün atomların sayından 3 dəfə azdır. X-in oksidaşma dərəcəsini müəyyən edin. Burada mol nisbətləri birin bilə veribdir də. Birin bilə. Yaxşı, məsələn yazacaq. Deməli, 1 mol kalium N XO4 ilə 1 mol amonium karbonat. Burada ümumi atomların sayı nə qədərdir deyirik? Ümumi atomların sayı. Nə qədər olar uşaqlar? Təbii ki, M bu, üstəgəl 1, üstəgəl 4. Burada 10, üstəgəl, məsələn, 4. 4, üstəgəl 4. Yaxşı. Neçələrdir uşaqlar burada? N üstəgəl 19. Bəs oksigen atomların sayı nə qədərdir? Oksigen atomların sayı 7. Yaxşı. İndi burada nədir? Oksigen atomların sayı bütün atomların sayını 3 dəfə azdır. Oksigen bütün atomların sayını 3 dəfə. Onda nə yazır uşaqlar? N üstəgəl 19 bərabərdir 7 vur 3. N bərabər neçə olur? 2.
Yəni, nə yazarıq uşaqlar? Kalium 2, X, O4. Hə, belə. Onda X neçədir? Oksijeşmədədir. Müsbət 6. Müsbət 6. Deməli, demənlidir. Ətraflı 1. Pentin bir molekulunda kimyəvi rabitə yaranmasında iştirak edən hibridləşməmiş orbitalların sayını. Yəni, qeyri-hibrid orbitalların sayı. Pentin 1 necə yazılır, uşaqlar? Bəli, pentin 1. CH, 3 qat rabitəsi, CH2, CH2 və CH3. Hə. İndi baxırıq ki, məsələn, karbonlar hansı bir vəziyyətdədir? SP, SP, SP3, SP3 və SP3. Hə. İndi yaxşı. Hibridləşməmişdir. Məsələn, hansı karbonda hibridləşməmiş qeyri-hibrid orbitalı var? SP-də. SP-də neçə qeyri-hibrid orbitalı olur? Məsələn, bir karbon SP-dirsə, hə? Demişdik ki, bir karbonda 4 orbital var. Əgər SP-dirsə, hə? Demişdik ki, 2 qeyri-hibrid orbitalı var, hibridləşmə. İndi burada görürük ki, 2 karbon var. Düzdür? 2 karbon SP-dirsə, neçə qeyri-hibrid orbitalı var? 4 dənə qeyri-hibrid orbitalı var. Bir də nəyə baxırıq? Hidrogenlərin sayına bax. Neçə hidrogen var uşaqlar? Aha, 8 hidrogen var. 8 hidrogen, 8 dənə qeyri-hibrid orbitalı burada. Belə neçə deyirik? 12. 12 qeyri-hibrid orbitalı. Bəli. Yaxşı. Bir də SP3 hibrid orbitalları örtməsindən yaranan rabitələrin sayı. İkinci sual, bu birinci sualın cavabı. İkinci sualın cavabı. SP3 karbonlar bunları götürür də, yəni. Düzdür? Yəni SP3 karbonların deməli nə qədər olacaq sigma rabitəsi? Bəli. Biri budur, hə? Biri də budur. 2 dənədir uşaqlar. İkinci sualın cavabı budur. Belə. İkinci. Deməli burada bir reaksiyalar yazmaq lazımdır. Y molekulunda qeyri-polyar kovalent rabitələrin sayını Z molekulunda birinci karbon atomu oksijeşmə dərəcəsini müəyyən edilir. Deməli, burada tənlik yazılır. Nə alırıq burada uşaqlar deyirik? Natrium karbonat və metan qazı. Metan qazı və natrium karbonat deyirik. Yaxşı. Bu ikisidir. Sonra bunun deyir ki, 550-600 dərəcədə parçalanması. Nə alır? Eten alır. CH4 alır. Bu dəqiqlikdir deməli. Sonra deyir ki, bunun da üzərinə su gəlir. Yəni, orta fosfat turşu iştirakı edir. Nə alırıq deyirik? Etil spirit alırıq. CH2, CH2H. CH2. Bu da nədir? Deyirik, Z maddəsi. Birinci sualın cavabı. Y molekulunda qeyri-polyar kovalent rabitənin sayı. Qeyri-polyar kovalent rabitə nə qədərdir uşaqlar? Yəni, bu Y-dir. Yəni, karbonlar nədir uşaqlar? SP2-dir, hə? Hə. Deməli, 2 karbon SP2-dirsə, neçə qeyri-hibrid orbital olur? 2 qeyri-hibrid orbital olur. Bir də hidrogenlər sayırıq, hə? Bu da 4 dənə hidrogen qeyri-hibrid. Cəm neçə elədir uşaqlar deyirik? 6 qeyri-hibrid orbital. Elədir? 6 qeyri-hibrid. Yaxşı. İkinci. Z molekulunda birinci karbon atomu oksijeşmədədir. Z molekulunda birinci karbon oksijeşmə dərəcəsi. Yaxşı. Məsələn, burada OH mənfidir, müsbətdir. Karbon neçədir deyirik burada uşaqlar? Bəli? Mənfi 1 olur. Vəssalam.
Bunu soruşur da. Bir dəqiqə. Birincində nə istəyir uşaqlar? Mən qeyri-polyokovalent rabitənin sayını istəyir. Qeyri-polyardırsa, mən elə bildim qeyri-hibrid deyil. Qeyri-polyardırsa, karbon-karbon arasında 2 dənədir, düzdürmü? Karbon-karbon arasında deməli 2 dənədir. 2 dənə qeyri-polyokovalent rabitədir. Cavab 2-dir. 5-ci sual. Karbon atomlarının rabitələ yaranmasında iştirak edən elektronların sayı. Bir karbonda 4 elektron iştirak edir. Bu bir. Polyokovalent rabitənin sayı. Rabitənin yaranmasında iştirak edən qeyri-hibrid orbitalların sayı. Rabitənin yaranmasında qeyri-hibrid orbitalların sayı. Məsələn, formulu yazaq və bir baxaq. Karbon atomları rabitənin yaranmasında iştirak edən. Deməli, belədir. Ümumiyyətlə, bir karbonda rabitənin yaranmasında karbon 4 valentlidir. Rabitənin yaranmasında 4 elektronu iştirak edir. Dörd elektron iştirak edir. Burada neçə karbon görür uşaqlar? 4 karbon, düzdürmü? Karbon mu deyir? 4 karbon deyirsə, uşaqlar, deməli, onda neçə elektron iştirak edər? 16 elektron iştirak edər. Bu belə. Birinci sualın cavabı, deməli, cavab 16-dır. Birinci sualın cavabı. Yəni, 2x 16-dır. Düzdür? 2x nədir uşaqlar? 16. 2. Polyokovalent rabitə. Polyokovalent rabitə deyəndə nəyi nəzərdə uşaqlar burada? Karbon, hidrogen. Bəli. Polyokovalent rabitə, yəni karbon, hidrogen rabitəsini nəzərdə tutur. Yəni burada neçə dənə hidrogen var? 4 dənədir. Düzdür? 4 dənədir. Sonra üçüncü. Bu Y deyək. Üçüncü deyir ki, rabitənin yaranmasında iştirak edən qeyri-hibrid orbitallar. Deməli, karbonlara baxın. Sp, sp2, sp2, sp, sp. 2 karbon sp2'dir. 2 karbon sp2'dirsə, deməli, bir sp2'dən neçə qeyri-hibrid orbital var? 1, onda 2 karbonsa 2 qeyri-hibrid orbitalı. 2 karbon sp-dirsə, bəs burada nə qədər olar? Bir karbon sp-dirsə, 2 qeyri-hibrid orbitalı, 2 olanda 4 qeyri-hibrid orbitalı olacaqdır. Bir də nəyi nəzərdə tuturuq? Hidrogenlərin sayı. Deməli, burada neçə hidrogen var? 4 dənə hidrogen var. 4 qeyri-hibrid orbitalı buradadır. Belə cəm neçə? 10 qeyri-hibrid orbitalı. Yəni, üçüncü cavabı Z də budur deyirik. 6-cı sual. Amonyak molekulunda kimyəvi rabitələri yaranmasında iştirak edən elektronların sayı və hibrid orbitalların neçə faizi rabitənin yaranmasında iştirak edir. Amonyak. Burada azot nədir? S1 hibrid vəziyyətdədir. Düzdür? S1 hibrid vəziyyətdədir. Deyib, kimyəvi rabitənin yaranmasında iştirak edən elektronların sayı. Burada neçə elektron iştirak edir? Hər rabitədə 2 elektron varsa 6. Deməli, birinci sualın cavabı deməli, deyir ki, kimyəvi rabitənin yaranmasında 6 elektron iştirak edir. 6 elektron iştirak edir. Birinci sualın cavabı 6'dır. Hibrid orbitallarının
hibrid orbitallarının neçə faizinin rabitənin yaranmasında iştirak etdiyini hesablayın. Hə. Deməli, hibrid orbitallarının neçə faizi? Hə. Hibrid orbitalların neçə faizi rabitənin yaranmaz? Deməli, azotda S böyükdürsə, deyir ki, 4 dənə hibrid orbitalı var. Bunun da azotun neçəsi rabitə yaranmasında iştirak edir? 3'ü. Bəli, 3'ü rabitə yaranmasında iştirak edir. İştirak edir. Yəni, bu da, hə, neçə faiz eləyər? Yəni, 3 bölünsün 4. Bu da 75 faiz iştirak edir. Belə. 7. Məsələn, metan və su. Rabitənin yaranmasında iştirak edən hibrid orbitalların ümumi sayı. Rabitənin yaranmasında iştirak edən hibrid orbitalların sayı deyildikdə, burada nəyi nəzərdə tutulur? Məsələn, hibrid orbitallar hansı rabitə yarada bilər? Sigma rabitəsi yarada bilər, düzdür? Amma burada neçə mol olduğunu vermir. Biz nə deyirik burada? Deyək ki, 1 mol deyirik də, hər biri 1 moldursa, baxa, hər biri 1. Məsələn, metan. Metana belə yazaq, deyək ki, karbon S5'dir. Burada rabitənin yaranmasından hibrid orbitalların neçəsi iştirak edir? Rabitənin yaranmasında. Hə? İştirak edən orbitalların sayı. Yaxşı. Hibrid orbitalların sayı. Nə qədər uşaqlar deyirik? 4 dənədir. Hə? Yaxşı. Bunlar 4'dür. Bəs suda? Məsələn, suda da, məsələn, biz belə quruluşun çəkək deyirsiniz, hə? Elə quruluşun çəkək. Məsələn, S3. Rabitənin yaranmasında neçə deməli, hibrid orbital iştirak edir burada? Yəni, niyə aşağıda ki? Sigma rabitəsinin sayını edir. Deməli, burada 2'dir. Onda bu elə cəm neçə? 6. Bu elə cəm 6. Hə? Bir də hibrid orbitalların sayını soruşur. Hibrid orbitalların sayı. İndi hibrid orbitalların sayı nə qədərdir burada? Məsələn, metanda nə qədər deyir? 4 dənə hibrid orbitalı var. Bəs suda nə qədərdir? Bəli, oksijendir də, hə? Oksijendir. S böyüksə, onda nə qədər olur deyir? 4 dənə hibrid orbital. 4 dənə hibrid orbital da burada. Cəmi neçə elədi burada? 8. 8 hibrid orbital. Bu Y oldu. X 6, Y nədir? 8 oldu. Deməli, 10-cu sual. Elektronların ümumi sayı mis n bölübdür. Yəni, mis ya müsbət 1 olar, ya da müsbət 2 olar. Bəlkə 0'dır bilməkdə. Ona görə biz yazaq formulu belə yazaq. Biz hamısını yazaq da, hə, dediniz. 29 n, hə? Bunun hamısını yazaq da, elektron formulu. İndi başdan yazaq. Məsələn, 1s2, 2s2, 2p6, hə? 3s2, 3p6. İndi uşaqlar, məsələn, nədir? 3D, yox, 4S, məsələn, 4S əslində heç vaxt 2 olmur. 4S 1 olur da, müstəh. 4S 1. 3D, indi belə bir şey deyir. 4S 1 olduğu üçün, məsələn, bura qədər bilmirik də deyək ki, bəlkə n 0'dır. Hə? Bəlkə n 0'dır. Bəlkə n müsbət 1'dir, bəlkə n müsbət 2'dir. Burada hal-hazırda bizə bəlli olan hansıdır? Hansı orbital elektronlar bəllidir? P. Yaxşı. Bunu P-ni yazıb olsa, P-də 12 elektron var. P-də 12 elektron var, onu bildik. S-də 2'dir. S-də 2'dir. Və dediksə, 2s plus neçədir? 4'dür.
Mən belə bir misal deyim də. Məsələn, müsbət 1 olarsa əgər, həmişə müsbət olarsa 4s 0 olar. Niyə 4s 0 olur dedik? Çünki xarici orbitaldan elektron çıxar. Müsbət 1 olsa da 4s 0 olur. Çünki 1 oradan çıxar. 1 oradan çıxarsa, onda s elektronların sayı nə qədər olar belə də? Neçə olur? 6. Onda 6 olur. Eləmi? Belə 6 olur da, düzdürmü? S-lərin cəmi 1, 2, 4, 6. Onda x6-dırsa, D neçə olur? 10. Onda 4'e 0, 3'te 10 değilse, ha? Öyle mi? 4'e 0, 3'te 10 değilse, onda n neçə olur oxtaşma dərəcəsi? Müsbət neçə? 1 olur. Müsbət 1 olur. X'in qiyməti, deməli birincində X'in qiyməti neçə oldu dedik? 6. İkincində n'in qiyməti də nə oldu dedik? Müsbət 1 oldu. 9'da asetlen və karbon qazı. Molekullarda karbon atomlarının hibrid orbitalları və sigma rabitələrin cəmini hesablayın. Asetlen. Deməli, hər karbon yaxşı. Karbon atomların hibridi. Burada karbonlar nədir hamısı? sp hibrid vəziyyətindədir. Bir də karbon qazında. Nədir karbon burada? sp hibrid. Neçə hibrid orbital vardır ümumiyyətlə? 2 karbon burada sp, 1 karbon burada sp. Neçələrdir burada? 4 burada, 2 hibrid orbitalı burada. Cəm neçələrdir? 6 hibrid orbitalı. Və bir də sigma rabitələrin cəmini soruşur da. Neçə sigma rabitəsi var? Bu birinci sualın cavabı. Neçə sigma rabitəsi var burada? Burada neçədir? 3 dənədir. Burada isə 2 dənədir. 5 dənə sigma rabitəsi var. 12. Deməli, natrium H2PO4 və metal PO4 deyək ki, 1 molunda olan rabitələrin mol sayı. İyon rabitələri hər birində 1 molunda da, yəni hər biri 1 mol götürülür də, belə çıxır. 7 iyon rabitəsi var, 17 kovalent rabitəsi var. N və M-i tapın deyil. Natrium H2PO4. Bunu da 1 mol götürürlər, yəni hər biri 1 moldur. 1 mol, 1 mol. Metal M, PO4 nədir? M. Yaxşı, burada iyon rabitəsini sayır. İyon rabitəsi. Burada neçə iyon rabitəsi var deyirik? Bəli? Bir dənə iyon rabitəsi var. Düzdür? Bəs cəmi neçə iyon rabitəsi verir? Cəmi 7'dir. Cəmi 7 iyon rabitəsi varsa, onda biri buradası neçəsi qaldı? 6 dənə iyon rabitəsi qaldı. 6 iyon rabitəsi qaldı. Sonra deyir ki, kovalent rabitə. Kovalent rabitə. Kovalent rabitə cəmi neçədir? 17'dir. İndi burada neçəsi vardır uşaqlar? Bəli. Burada qeyri-metala görə deyirik də, uşaqlar. Neçədir deyirik? 7. 7'si buradadır. Qaldı neçəsi? 10 dənəsi buradadır. 10 dənə kovalent. İndi PO4, məsələn, fosfor müsbət 5'dir. İndi PO4 neçə yazmalıyıq ki, 10 dənə olsun uşaqlar? 2 olmalıdır ki, bu mənfi olur, düzdürmü? Elədir, PO4. Onda metal, bəs onda nə yazarıq burası? PO4 2'dirsə, bura nə yazarıq? 3. Metal müsbət 2 olanda 6 dənə iyon rabitə olur. Belə. N və M-in qiyməti. N 2 olur, M isə 3 olur.
15. Alkin. Karbon atomlarının sayı N. Karbonun sp3 hibrid orbitallarının sayı ise neçə deyir? 16. Və deyir ki, Y 2N'ə bərabərdir. Y nəyə bərabərdir? 2N. Biz əvvəlcə nəyə tapmalıyıq burada? 15'də. Biz əvvəlcə karbon atomlarının sayını tapmalıyıq. Alkin yazırıq. Sen H2 çıx 2. Alkində 2 karbon sp1'dir. Elədir? 2 karbon nədir? sp1'dir. Qalan karbon isə neçə karbon deyirik? N çıx 2 karbon isə nədir uşaqlar? sp3'dür. sp3'dür. Yaxşı. İndi burada deyir ki, mesela 16 hibrid orbitalı. Bir sp3'də neçə hibrid orbitalı vardır? 4 dənə. Hə. 4 n çıx 2 bərabərdir 16 deyirik. N nəyə bərabərdir? Bəli. 4 n çıx 8 bərabərdir 16. N bərabər neçə? 6. N 6'dırsa, yani C6H10. C6H10 deyirik. Yani N'in qiyməti 6 oldu. Hə? N'in qiyməti 6'dırsa, hə, deyir ki, Y bərabərdir 2N. 2N neçədir yani? 12. 12. İndi aldehid deyir. Aldehid deyirsə, yani aldehid formu necə yazır uşaqlar? CnHCnO deyək. CnHCnO deyirsə, bir karbon sp2'dir aldehiddə. Qalan karbon isə sp3'dür. Yani n çıx bir karbon sp3'dür. Bu da Y deyil. Yani Y tapdıqca 12'dir. İndi N'i tapın, heç kim deməsin yerə. Deməli 15. Hə. Bir karbon sp2'dir. Deməli burada ne yazır uşaqlar? 4 hə? N çıx 1. Yani 4 N çıx 4. Bərabərdir. Neçə elədir uşaqlar? 12. Yani bəli. N bərabər neçə oldu deməli? 4. Bəli. İndi aldehidin nisbi molekul kütləsini soruşur. Aldehid. Yani ne yazır aldehid formulu? C4. Bəli, C4, H8O. Bunun da nisbi molekul kütləsi nəyə bərabər deyirik? Neçə? 72. Yaxşı. Bu üçüncü sualın cavabı değil mi? Üçüncü sual. Birinci sualın cavabı nə idi? Hə, X'i tapıb deyir. X'i biz karbon atomlarının sayını istəyir də, yəni 2. Birinci sualın cavabı belə deyil. 2 4 oldu. İkinci sualın cavabı qeyri-polyar kovalent rabitənin deməli, alkində qeyri-polyar kovalent rabitənin sayı. Alkində nə qədər qeyri-polyar kovalent rabitə var? Yəni C6H10'da. Nə qədər qeyri-polyar kovalent rabitə var? Nə qədər olar uşaqlar deyir? Bəli. Deməli 5 dənə sigmadır, hə? Karbon arasında 5 dənə sigmadır. 2 dənə də nədir deyirik? 2 dənə də pir rabitəsi var, karbon arasında. Belə cəmi neçə uşaqlar? 7. 7. İkinci sualın cavabı budur. Üçüncü sualın cavabı da nisbi molekul kütləsidir. Onu da tapdı ki 72'dir. Belə uşaqlar. 16 nədir? Deməli, tənlik verir, asetin üstəcə asetin. Asetin üstəcə asetin nə alır? Əvvəlcə deyin. Kim deyər? Vinil asetin alır. Həmin vinil asetində 1 mol H klonla reaksiya girsə, nə alır? Klorpren alır. Bunların reaksiyasını yazacaq. X'in molekulunda kimyəvi rabitənin yaranmasında iştirak edən hibrid orbitalların sayını istəyir. Yəni, X dedi ki, hansı maddə oldu? Vinil asetin.
və Y molekulunda rabitənin yaranmasında iştirak edən P elektronların sayını soruşur. Yazaq uşaqlar. Deməli, asetlin, üstəgəl asetlin. Hə, nə alır burada deyirik? Vinil asetlin. Bu ikis maddəsidir. Və bunun da üzərinə 1 mol H-klor gələcək. Nə alınır burada deyirik? Klorpren alınır deyirik. Bu da Y maddəsidir. X molekulunda kimyəvi rabitənin X molekulunda kimyəvi rabitənin yaranmasına iştirak edən hibrid orbitalların sayı. Neçə hibrid orbitalı vardır ümumiyyətlə? Tapın görün neçə hibrid orbitalı vardır? Neçə? 10 dənə. Demək 2 karbon sp2-dir. Belə neçə? 6. 2 karbon da sp-dir. Belə neçə uşaqlar? 4 dənə. Və belə cəm neçə? 10 dənə hibrid orbitalı. Bu belə. Sonra Y molekulunda rabitənin yaranmasında. Y-də xlorpren. Hə. P orbitalı. P orbitalı dedikdə, neçə dənə P orbitalı olan uşaqlar burada? Biri buradadır, xlordadır. Hə? Bir də pi rabitələrinə baxırıq. 2 pi rabitəsi var deyə, hər pi rabitəsində 2 pi orbitalı var. 2 pi rabitəsi var deyə 4 dənə pi orbitalı olacaq. Bir dənə də xlordur deyə, bir dənə də pi orbitalı buradadır. Belə cəmi 5 pi orbitalı. Şimdi sualın cavabı. 17. Alfatik karbohidrogen molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı. Alfatik dedikdə, yəni açıq qoluşdur. Burada alkan ola bilər, alken ola bilər, alkaden ola bilər, alkin ola bilər. Burada deyir ki, qeyri-hibrid orbitalların sayı hidrogen atomlarının sayına 4 vahid çox. Ümumiyyətlə, alfatik karbohidrogenə hamısında qeyri-hibrid orbitalların sayı nə qədərdir uşaqlar? Eynidir. Nə qədərdir? 2-nin üstəgəl 2-dir. Bəli, kitabda neftin emalından sonra o cədvəli vermişəm. Və kesin dəfədə xatırlatdım ki, ora baxın, istifadə edin. Burada pi rabitəsi varsa, deməli, alkandan söhbət eləmək olmaz. Ya alken olacaq, ya alkaden, ya da alkin olacaq. Pi rabitəsi olan lazımdır bizə. İndi baxırıq. Məsələn, alfatik deyirsə, məsələn, alken desək, CnH2. Ümumiyyətlə, qeyri-hibrid orbitalların sayı nə qədər deyirik? 2-nin üstəgəl 2-dir. Yəni, standartda hamısında eynidir. Hə, burada hidrogen atomların sayı deyir də, hə? Hə, hidrogen atomların sayı nədir deyirik? 2. Burada qeyri-hibrid orbitalların sayı, hidrogen atomların sayı neçə vahid çoxdur görürük? 2 vahid çoxdur. Amma burada neçə vahid çoxdur deyil? 4 vahid çoxdur. Deməli, biz bunu götürmürük. Alken deyil. Amma baxaq ki, alkin, alkaden, bunların formulu eyni dostlar. Bunların formulu eynidir. Biz onda CnH2 2 yazsaq, uşaqlar. Onsuz da qeyri-hibrid orbitalların sayı eynidir. Dedik 2n plus 2-dir, dəyişmir. Hidrogen sayı neçədir dedik? 2n minus 2-dir. Onda deyirik ki, neçə vahid çoxdur?
4 vahid çoxdur. Elədir? 4 vahid çoxdur. Deməli, alkin alkaden götürəcək. Deməli, budur. Formul bunu götürəcək. Alkin alkaden. Dalsın fikirləşin, tapdınız mı? İndi burada deməli, bu karbohidrogen molekulunda pir abitələrin sayı. Birinci sualın cavabı. Neçə pir abitəsi var bunlarda? Bəli, 2 pir abitəsi var. Birinci sualın cavabı 2 pir abitəsi var. Sonra deyir ki, 2 molun yanmasının, 2 molun tam hidrogenləşməsi. İndi bunun hidrogenləşməsinə, 1 molun hidrogenləşməsinə neçə mol hidrogen lazımdır? 2 mol hidrogen lazımdır. Yəni alkan alınır. 1 moluna 2 mol deyirik. 2 moluna isə neçə mol deyirik? 4 mol deyirik. O da həcmi istəyirsə 22,4. 89,6 litre deyirik. Cavab 89,6. 18. Kalium hidroksidin orta fosfat turşusu ilə əmələ gətirdiyi duzlar. Yəni burada cədvəldə verir. XA plus 38, YA minus 38, Z də alır. İndi bir-bir reaksiyaları yazmaq lazımdır. Məsələn, kalium hidroksidin orta fosfat turşusuna əmələ gətirdiyi duzlar. Kalium hidroksid 1 mola 1 mol daxil olsa, məsələn, kalium hidroksidin əməli neçədir? Əvvəlcə əməllərini yazacaq, sonra hesablayaq. Kalium hidroksidin əməli neçədir? 56. Orta fosfat turşusunun əməli 98. Su da 18. Hə? İndi 1 mol kalium hidroksidə 1 mol orta fosfat turşusu reaksiya daxil olur. Və burada nə alınır deyirik? Kalium H2PO4. Bir də neçə mol su alınır? 1 mol su alınır. 1 mol su alınır. Bax, burada bunun əmrini tapaq. Necə tapaq? Bax, 56 budur, üstə gələk. 98 budur, bərabərdir. Əmr, üstə gələk, 18. Deməli, neçə eləyir burada? 138. 136 mı? Yaş. Yaş. Bu tapdıq ki, 136. Sonra keçək opsiyona. Məsələn, 3 dənə duzu alınır da, 2 mola, 1 mol orta fosfat turşusu alınır burada deyirik. Kalium 2, HPO4. Və neçə mol su deyirik? 2 mol sudur. İndi burada tapın görün, əməli. Neçələrdir burada? 112, üstəcə 98, bərabərdir. Bunun əməli bir də üstəcə 36. Əməl neçə oldu uşaqlar? 174. Sonra 3 mol kalium hidroksid orta fosfat turşusu ilə. Nə alır burada deyirik? Kalium orta fosfat və 3 mol su. Bunun əməlini tapın uşaqlar. Yaxşı. Deməli, burada neçə oldu? 3 vur. Hə? 168, 98, əməl, bir də 50 neçə? 4. Əməl neçə oldu deməli burada? 200 neçə? 12. Yaxşı. İndi baxın. Deməli, Y hansıdır? X hansıdır? X hansıdır uşaqlar? Axırıncıdır. Bəli. X kalium HPO4. Çünki, məsələn, bunun əməli neçədir dedik? 212, yəni A plus neçədir? 38. A neçə olur deməli belə də? Neçə? 174.
Bəs Y nədir? Y hansıdır? Birinci. Kalium H2PO4. Yaxşı. Bu da nədir deməli? A çox deməli 38. Hə? 136. Onda Z nədir? Kalium, hə. 2HPO4. Bu da A'dır deməli. A'nı müəyyən edin, A'nı tapdıq. Birinci sualın cavabı A neçədir? 174'dür. Aha. Sonra Y'in ikinci sualın cevabı. Y'in 1 molunda Y'in, yani kalyum H2PO4'dür. Hə. Deməli, 1 molunda polyar kovalent rabitənin sayı. Polyar kovalent rabitənin sayı. Nə qədərdir uşaqlar? Neçədir? 7. Bəli. 7. Üçüncü sualı. Z'in kimya formulu da nədir? Kalium 2 HPO4. Yaxşı, bu da Z. Belə.